Salam əziz şagirdlər, bu günlərdə çoxədlərin qrupları ayrılmasından təklərə verilmişlik cütlərdən nümunələr göstərək. Deməli, burada verilib 4x b-nin kvadratın almaq üçün bu ifadəni verib. Yəni, bunu almaq üçün bunun üzərinə nə əlavə eləmək lazımdır? Bunun asan yolu olaraq demişdik ki, əlavə müxtəsər vurma düsturunu xatırlayırıq. A çıx b kvadratı bərabərdir A plus b-nin kvadratı. Bura nə əlavə eləyirdik? Burada olan, bunu buna vurub düsturun ikisinə vururdu. Təbii ki, mənfi olacaq. Bunun 2 qatını burada yazırdıq. Yəni 2AB deyək, bura 4AB yazırdıq. İndi burada da belədir. Biz burada 4-ü B-yə vurub, 4x-i B-yə vurub 2-yə vuracaq. Eləcək mənfi 8xB. Bunun 2 qatı neçə eləyir? 16xB. Yəni 2 qatı deyəndə həmişə və gördüyünüz kimi bunun 2 qatı götürülür. Gəldik. Bu düstur da bizə bu düsturu xatırladır. A-nın kvadratı çıxılsın B-nin kvadratı bərabərdir A çıx B və A plus B-ni xatırladır. İndi burada bu Y çıxılsın 2-yə A kimi baxacağım. B də 25-dir. Yəni B əslində 25 deyil, 5-in kvadratıdır, yəni B. Olacaq burada, yəni bunu açsam əgər. Y çıxılsın 2-nin kvadratı çıxılsın 5-in kvadratı. Yəni bizim B-imiz oldu burada nə? 5. Bunu da müxtəsər vurmaya görə açsam, yəni gördüyünüz kimi bir çıxılması, bir də üstə gəlməsi olur. A-yımız nədir? Y çıxılsın 2. Y çıxılsın 2. A-nın yerinə yazdıq. Və gördüyünüz kimi burada B-nin yerinə 5 yazacaq. Bir dəfə də Y çıxılsın 2 A-nın yerində yazılır. Üstünə gəlinsin 5 yazılır. Yəni A dəyişmir. Burada eyni işarələr toplanacaq. Olacaq Y çıxılsın 7. Burada müxtəlif işarəlidir. Ona görə çıxılıb böyüyün işarəsi qalacaq. Nə bəndə oldu? Burada da gördüyünüz kimi A bəndə olmuş oldu. Gəldik 30, daha doğrusu gəldik 6-cı çalışmaya. Burada deyirsiniz ki, müəllimə, mən bunu götürərəm 65-ə 65-ə vurub, sonra 35-ə 35-ə vurub, sonra çıxaram bir-birindən. Təbii ki, olar, amma müxtəsər vurma düsturu, yəni A-nın kvadratı çıxılsın B-nin kvadratı düsturun yaza bilirəmsə daha tez hesablamaq işimə yarayacaq. 65-i bir dəfə bilirsiniz ki, bu düsturda bir dəfə çıxılması, bir dəfə də toplanması yazılır. 65-in üstünə bir dəfə də 30-u gələcək. Çıxanda 65-dən 35-i elədi 30. Üstünə də gələndə elədi 100. 30-u da 100-ə vuranda 3000. Biri var gedib özümü biraz yorum, biri var ki, tez hesablama bacarığından istifadə elədik, yazdık. Gəldik, bəs belə misallarda necə olur? Belə misallarda 2-2 qruplaşdırıb ortaq məxrəci, yəni ortaq vuruğu mötərizə xaricinə çıxardır. Bax, burada 2 var, 6-da da 2 vur 3 deməkdir. Hər ikisində 2 olduğuna görə mən buradan 2-ni çıxartdım mötərizə xaricinə. Buradan 2-ni çıxartdığıma görə burada qalır A yazdım. Gəldik bura. Buradan da 2-ni çölə çıxartdığıma görə qalır 3B. Üstə gəlsin 3B. Gəlirəm digərinə. Görürsünüz ki, hər ikisində nə var? Y var. Hər ikisində Y olduğuna görə Y-i çıxardıram mötərizə xaricinə. A qaldı burada. Burada da Y-i çıxartmışam, axı bu artıq yoxdur. Qaldı 3B. Bir də baxıram, görürəm, hər ikisində A üstə gəlinsin 3B var. Hər ikisində var olanı yenə mötərizə xaricinə çıxardıram. Çıxdı axı, bunlar çıxıb, yox kimi düşün bunları. Nə qaldı? 2 üstə gəl Y. Yəni, digər mötərizədə də olacaq 2 üstə gəlsin Y. Gördüyünüz kimi C bəndə hazır olmuş. Gəldik 10-cu suala. Bax, 10-cu sual daha rahatdır. Niyə? Özü mənim üçün hazırlayıb. Baxın, M üstə gəl N, M üstə gəl N. Hər ikisində var. Mən bu M üstə gəl N-i çıxartdım mötərizənin xaricinə. Bu yoxdur artıq. Çıxıblar mötərizənin xaricinə. Nə qaldı burada? C çıx 7. Yəni, M üstə gəl N, C çıx 7. Qrupların yeri dəyişəndə hasil dəyişmir deyə A bəndə olur. Gəldik 12-ci suala. İndi baxanda bir görəsən bu 12-ci sual hansı düsturu xatırladı bizə? Bax, bu düstur. A-nın kvadratı B-nin kvadratı düsturu. A-nın yerində nə oturub? A-nın yerində oturub 25 nəyin kvadratıdır? 5-də 1-in, yəni 25-də 1. A-nın kvadratı. Burada 49 7-nin, 16 4-ün, bu da C.
Deməli, kvadratı. Deməli, burada bir dəfə 5a çıxılsın 4-də 7-dir. Bir dəfə də 5a üstə gəlsin 4-də 7. Bax, gördünüz? Cavab hazırdır. Bir dəfə bunun çıxılması, bir dəfə də üstə gəlməsi olmuş olacaq. Gəldik 13-cü sualın, 14-cü sualımıza. Burada gördüyünüz kimi yenə hər ikisində C var. C-nin alacağım, birini çıxardacağım çölə. C-ni alıb çıxartdım, axı burada C yoxdur artıq. Qaldı A-nın kvadratı. 3 dənə C var idi burada. Mən bir dənəsini almışamsa, bir dənə C qaldı burada kvadratı ilə. Daha doğrusu bir dənə C-ni almışam deyə 3 dənədən bir dənə götürdüm, 2 C qaldı burada. İndi bu da hansı müxtəsəri xatırladır? C, A çıx C, gördüyünüz kimi A-nın kvadratı, B-nin kvadratı. A üstəgəl C. Nə bəndi? C bəndi deyə bilərik. Burada deyərsiniz, müəllimə, B də doğrudur. Bəli, əslində doğrudur, amma tam vurğuları ayırmaq istədiyinə görə gəl biz bu doğru variant olaraq bunu götürək. Gəldik 16-ya. Gördüyünüz kimi hər ikisində x-in kvadratı var. Burada da x-in kvadratı var. Burada da 4 dənə də x-in götürəcəm, x-i qalacaq. Onda x-in kvadratı çıxdı çölə. Qaldı 16 çıx x-in kvadratı. İndi yenə deyirsiniz ki, müəllimə, burada hazır cavab var, vurmağı göstərsiniz, tam vurğulara ayırın. Tam vurğulara ayırmaqdan ötürü x-in kvadratı 16 nəyin kvadratıdır? 4-ün. Elə deyil, onda olacaq 4 çıx x, bir də 4 üstəgəl x şəklində yazacaq. Yəni, nə bəndi? Burada da oldu A bəndi. Gəldik 18-ci suala. Buradan da 5-i çıxardacağıq mötərizə xaricinə. 5 çıxdı mötərizə xaricinə, 20 də 5 vur 4 idi. Elə bil ki, əbov kimi düşünün. 5-i almışamsa 4 qalacaq. Burada olacaq x-in kvadratı, çünki 5-i almışam. Buradan da 5-i almışam deyə qalacaq 4y-in kvadratı. Yenə burada buna baxmayaq, yarımçıq vurğulara ayırmaqdır. 5 yazdıq. X-in kvadratı çıxılsın 4y-in kvadratı. 4 nəyin kvadratıdır? 2-nin. Onda olacaq. X çıx 2y, bir də x üstə gəlilsin 2y. Nə bəndidir? Burada da oldu y bəndi. Gəldi 20-ci suala. 20-ci sualda fikir verirsiniz, hər ikisində nə var? A-nın kvadratı var. A-nın kvadratı mötərizə xaricinə çıxartdım. 5 qaldı yerində, çünki çıxartmamışam. Ədədlərdən niyə çıxartmadım? Çünki 5 ilə 3-ün heç bir ortaq vurğu yoxdur ona görə. 5 yazdı. A-dan 3 dənə idi, 2 dənəsini almışam, bir dənəsi qaldı. Çıxılsın 3, çünki ədəd çıxartmamışam. A-dan 2 dənə idi, ikisini də almışam, bitdi. Qaldı A-nın kvadratı 5 açıq 3. Yəni C bəndi. Gəldi 22-yə. 22-də də bayaqları yazdım. Gördüyünüz kimi AX-in kvadratı üstə gəlsin AX. Bunlara baxıram, hər ikisində A da var, X də var. Onda mən hər ikisindən A ilə X-i aldım. Buradan A-dan almışam, A yoxdur. Amma X-dən 2 dənə idi axı. Bir dənəsini almışam, bir dənəsi. Gəldik bura. AX-in hər ikisini almışam. Yeri boş qala bilməz. Ona görə 1 yazılır. Çünki vuranda elə ki, bu 1 vuruydu deyə götürdük. Mənfini alıb çölə çıxartdım B ilə. Bax, burada isə bu 2 dənə qruplaşdırmada hər ikisində B var. Mənfi də var. B-ni aldığıma görə X üstə gəlsin 1 şəklində. Bir də unutmayın, bunlar demək olar ki, çox vaxt bir-birlərinə bərabər olmalıdırlar ki, mötərizə xaricinə çıxarda bilsin. Əks halda mötərizə xarici alınmaz. Əgər alınmazsa, deməli nəsə yanlışlıq var burada. İndi hər ikisində gördüyünüz kimi nə var? X üstə gəlsin 1 var. X üstə gəlsin 1-i çıxardıram mötərizə xaricinə. Bu tərəfdə bax, bu çıxıb çöləcək, bu yoxdur. Burada qaldı AX. Burada da bu yoxdur. Burada da nə qaldı? Çıxılsın B. Hazır olmuş oldu. Gəldi 24-cü. 24-də fikir verirəm birincisinə. Bura fikir verirsinizsə, hər ikisində M var. M-i aldım, çıxartdım çölə. Nə qaldı? X çıxılsın M. Gəldim, bura baxıram. Hər ikisində nə var? A var ikinci qruplaşdırmada. Mənfi. Həm də mənfini aldığıma görə içində əksi olacaq bunun. X çıxılsın N. Hər ikisində X çıxılsın M var deyə mötərizə xaricinə çıxdı. Nə qaldı burada? Bunlar çıxıb, bu yoxdur. Çıxıb çölə. Nə qaldı burada? M çıxılsın A qalmış olacaq. Yəni, baxa görə nə bəndidir? X çıxılsın N, M çıxılsın A. C bəndi hazırdır. Gəldi 26-ya. Burada üstə gəlmədi. 26-da müxtəsər vurma düsturunu xatırlamalıyıq. Hansı müxtəsər vurma düsturu? A-nın kubu çıxılsın B-nin kubu. Bunun açılışı da A çıx B. Yəni biz buradan kubları görmürdük. Nə qaldı içində? A-nın kvadratı üstə gəlsin AB, üstə gəlsin B-nin kvadratı.
İndi bunu da bu düsturu da burada 36'nın kubu çıxılsın 16'nın kubunda tətbiq edəcəm. Yazacağım 36 çıxılsın 16. Sonra görürsən kubları görmürdük. Yazdım. Sonra bunun içindəki kimi yazacağım. 36'nın kvadratı üstə gəlsin 16 vur ilk 36. Üstə gəlsin 16'nın kvadratı. Fikir verirsinizsə, bunun eynisi aşağıda da var. Yazıb aşağıda 36'nın kvadratı üstə gəlsin 16 vurulsun 36. Vurulların yeri dəyişir. Daha hasil dəyişmir. Ona görə heç bir narahatçılığı yoxdur. 256 da 16'nın kvadratıdır. Yazdım bura. Üstə gəlinsin. Bax, burada da A hansı müxtəsəri xatırladır? A çıx B, A üstə gəlsin B. Yəni mən 25-dən bir dəfə 15-i çıxacağam. Bir dəfə də 25-in üstünə 15-i gələcəm. Aşağıdakı 40-la işim yoxdur. Bax, indi bunlar ixtisar gedəcəklər. Eyni şeydir. 36'dan 16 çıxanda eləyəcək 20. Aralarında üstə gəlmə var deyə mən də bunu üstə gəlmə atdım. 20-dən 15 çıxanda eləyəcək 10. 25'in üstünə 15 gələndə eləyəcək 40. Bu 40 ilə də bu 40 gedəcək. Deməli 20'nin üstünə 10 gələcək 30. Yəni özümü çox yormadan misal həll olmuş oldu. Gəldik 28-ə. 28-i də eynən yenə həmin müxtəsər vurma düsturuna əsasən yazacağıq. Yuxarıdan alacaq yenə kubları görməyəcəyəm. 65 üstə gəlinsin 25. Bir də 65'in kvadratı. Çıxılsın 65 vur 25. Üstə gəlsin 25'in kvadratı. Aşağıda da gördüyünüz kimi eyni bir şey verib. 65 var. Bu 625'dir. 625 25'in kvadratıdır. Ona görə elə mən bu dəfəli bunun yerinə 25'in kvadratı yazdım. Çıxılsın 65 vur 25. Üstə gəlsin 65'in kvadratı. Toplananların yeri dəyişib bu. Ona görə bir şey dəyişmir. Bunlar eyni şeylərdir. İxtisar gedəcəklər. Gəldik bu bir tərəfə. Bu kvadratları görmürdük. Burada bax, kubda ayrıdır, kvadratda ayrıdır. Kubda görürsünüz biraz üçlənəliyor. Amma kvadratda necədir? Bir çıxılması, bir üstə gəlməsi. Bir dəfə 35'dən 20 çıxacaq. Bir də 35'in üstünə 20 gələcək. Aşağıda da 55. 35 üstə 20 gələndə eləyir 55. Yəni bunun cavabı 55 olduğuna görə 55 ilə getdi. 35'dən 20 çıxanda bu da eləyəcək 15. Aralarında da toplama var. Bunu da unutmayın. 65 üstə 25 gələndə eləyəcək 90. Görməli səhv hesab edə bilərəm. 90. Üstünə gəlinsin 15. 90'ın üstünə də 15 gələndə elədi 105. Yəni 28'də də eləmiş oldu. D-bənd. Davam eləyək. 30'da. 30 müxtəsər vurma düsturudur. Yəni bayaqları gördüyünüz kimi elə bir müxtəsər vurma düsturun A çıx B, A üstə gəl B-nin tərsəsinə verib mənə. İndi biz burada üstə gəlməyə baxmırıq. Mənfisin üstünə kvadrat atırıq. Eynən buradadır. Mən burada üstə gəlməsinə baxmayacağam. Mənfisin üstünə kvadrat atsam olacaq. Y çıxılsın 4. Baxın, fikir verdinizsə burada da yenə eyni şeyin toplanması və çıxılmasıdır. Yenə mənfisinə götürəcəm. Toplanmasına baxmayacağam. Y-in kvadratının kvadratı burada yəni 2 oldu. Çıxılsın 4'ün üstündə 2. Y-in kvadratı eləyəcək Y üstə 4. 4'ün kvadratı da 16. Deməli hazırdır. Eynən 32 də bu formadadır. Gördüyünüz kimi x çıxılsın 2x üstə gəlsin 2. Yenə eyni şeyin toplanması çıxılması verirsə, biz bunun toplanmasına baxmırıq. Çıxmasının üstünə kvadrat atırıq. Yəni burada bunun cavabı x-in kvadratı üstə çıxılsın 4 olacaq. Getdi. Bunu yazdım bax. Bir də baxıram görüm yenə eyni şeyin toplanması və çıxılmasıdır. Eyni şeyin toplanması və çıxılmasında dedik ki, toplamaya baxmırıq. Çıxmanın üstünə kvadrat atırıq. X-in kvadratının kvadratı x üstü 4. 4'ün kvadratı da eləyir 16. Yenə baxıram görüm eyni şeyin yenə toplanması və çıxılması. X üstü 4'ün kvadratı, yəni x üstü 4'ün kvadratı. 4'ü 2'ye vuranda eləyəcək 8. Yəni olacaq x üstü 8, 16'nın kvadratı. Bir də yazacağım. Bu da 256. Yəni x üstü 8, bir də 256 olmuş oldu. Gəldik 34'ə. 34'də fikir verin. Hamısının məxrəci, yəni hamısının ikisinin məxrəci
bizə verib 60, birində isə verib bizə 30. Qoy bir dənə burada rəng dəyişimi eləyim, daha aydın olsun nə əlavə elədiyim. Baxaq, bunu 60-dır axı, gərək bu da 60 olsun. Onda gərək mən bunu 2-yə vuram. Onda gərək buranı da 2-yə vuram. Və 2-yə vursam, kimlər ki bu müxtəsər vurma düsturunu yaxşı bilirsə, kimlər ki bu müxtəsər vurma düsturunu yaxşı bilirsə, deməli, bu müxtəsərin yığılması necə idi? A-nı götürürdük, üstəgəlsin B-nin kvadratı şəklində yazılır. Bax, yuxarıya fikir versiniz, görəcəksiniz ki, baba bu. Məxrəc 60-da eynidir, bir dənə qalacaq. Bu, A-nın yerində 18, yəni yığsam 18 üstəgəlsin 2-nin kvadratı. Aşağıda da 60-dır hamısında, çünki orta məxrəcə gətirdik. 18-in üstünə 2 gələndə eləyəcək 20. 20-nin kvadratı, aşağıda da 60. 20-nin kvadratı 400 eləyib, özümü yormuram. 20-ni 20 vur 20 kimi görüb, məxrəcədə də 60-ı. 20 ilə 60 ixtisar gedir 3 dəfə. Bu da bir dəfə hər ikisi 20-yə gedir. Cavab 3 də 20. Və bunu da qarşı qədədə çevirirəm. 20-nin içində, qarşı qədədə 20-nin içində 3 6 dəfə, qalıq da 2 qaldı. Yəni gördüyünüz kimi A bəndi hazır. Baxın, eynisi burada da keçərlidir. Yenə də deyirəm, kim ki bu müxtəsəri qəşəng bilirsə, biləcək ki burada toplanmasıdır, burada çıxılmasıdır. Çıxılmasını yazacağım. Yəni 65-dən çıxacağım 25-i və üzərinə kvadrat atacağım. Bu eləyəcək 40, 40-ın kvadratı da eləyir 1600. Baxın, heç vaxt itkisi olmadan misalı tez həll etməyimizə necə kömək eləyir bu qaydamız. Gəldik 38-ə. Baxın, bunu götürürəm. Heç bura hələ ki baxmıram. Bu mənə verib x-in kubu. Çıx 8-i at. 8 də 2-nin kubudur. Kub düsturuna görə yenə də düsturu xatırladıram. A-nın kubu, çıx B-nin kubu düsturunun açılışını xatırladıram. X çıxılsın, bağışlayın, X yox, A yazacaqdım, düstura fikrim getdi. A çıxılsın, B yazacağım bura. Aha, təzən yazım bir dəfə də. Deməli, düsturumuz necə idi? A-nın kubu çıxılsın, B-nin kubu bərabərdir. A çıx B, yəni kubları görmürəm bunun üzərində. Sonra A-nın kvadratı üstə gəlsin AB, üstə gəlsin B-nin kvadratı. Eynisi burada. Mən də üçləri görmürəm. X çıxılsın 2. Sonra x-in kvadratı. Bunu buna vurup bunu buna vururdu. Düsturun ikisi burada yok idi. 2x üstə gəlsin 2'nin kvadratı 4. Geldi bura. Bakın görürsünüz x çıxılsın 2 burada var. Bu burada var. Nə yoxdur? X-in kvadratı 2x üstə gəlsin 4. Bu da A deməkdir. Çünki A bunu götürür özünə. Onda deməli Y bəndi olmuş. Oldu. Gəldi 40-cı suala. Baxın, yenə müxtəsər vurma düsturudur. A-nın kvadratı çıxılsın 25 kvadratı. Yəni, olacaq. A-nın kvadratı, yəni B-nin kvadratı. Yəni, 55-in çıxacağım 25-i. Bir də 55-in üzərinə gələcəm 25. Bu bizim surətimiz. Gəldik məxrəcdə baxıram. 45, 35-də də eynisini eləyəcəm. O biri tərəfindən işim yoxdur. 45 çıxılsın 35. Bir də 45-in üstünə gələcəyəm 35-i. Burada da üstə gəlsin 80, vur 20 ilə işim yoxdur. Yuxarıda baxıram, 55-dən 25 çıxanda eləyir 30. 55-in üstünə 25 gələndə eləyir 80. Yuxarı hazırdır. Gəldik aşağıya. 45-dən 35 çıxanda eləyir 10. 45-in üstünə 35-i gələndə eləyir 80. Baxın, bunların arasında da vurma var. Burada görəcəksiniz ki, bir də yazacağım biraz uzun. Sizə də ümid edirəm, aydın olacaq, diqqətli baxsınız. 80 vurulsun 20. Bir də fikir verin, görün, hər ikisində 80 var. Hər ikisində 80 varsa, mən bu 80-i alıb çıxardıram mötərizə xaricinə. 10 üstəgəl 20 qalacaq burada. 80 çıxdı mötərizənin xaricində. Biraz səliqəsiz yazsam da ümid edirəm, siz görə bilirsiniz. 30 vurulsun 80. Bax, 80-lər ixtisar getdi. 30, 10 üstə 20 gələndə də elə 30 eləməz. Onda bu 30-lar da ixtisar getdi. Cavab nə oldu? 1. Yəni, nə bəndi?
Y bəndə olmuş oldu. Gəldik 42-yə. 42-də necə yazacağıq? Baxay 18, 27. Bax, bu elə bil ki, bunlar üçün əbob tapıram. Bu 2 vur 9-dur. Bu 3 vur 9-dur. Ona görə də hər ikisində 9 var, 9 çıxdı mötərizənin xaricinə. Bir də baxıram, görürəm, burada x-dir, burada x-in kvadratıdır, x-i çıxardacağım azı. Burada y-in kvadratı, burada y-dir, burada da əbob kimi ən balacanı götürür. Y-i çıxartdım. Bax, 9-u çıxartmışdım, axı 18-dən, 2 qalmışdı. X-dən burada bir dənə, y-dən 2 dənə də 2y qaldı burada. Üstə gəlsin. 27, 9-u götürdüm, burada 3 qaldı. X-dən 2 dənə idi, bir dənəsini götürmüşəm, bir dənə də x qaldı. Cavab hazırdır. 9 x, y, 2y üstü gəlsin, y bəndə hazır. Gəldik 44-ə. 44-də 0-dan %16 nəyin kvadratıdır? 0,4-ün. 36 nəyin kvadratıdır? 6-nın. İndi mən burada nə edəcəm? 0,4 A-nın yerində oturub B. Üstə gəlinsin. 36 idi 6C. Bir dəfə də bunun çıxması. Yəni bir də istəsən birinci toplamanı yaz, sonra çıxmanı, istəsən çıxmanı yaz, topa fərq eləmir. Çünki vurulan yeri dəyişəndə hasil dəyişmir. Baxaq görək cavab nə oldu? 0,4B çıxılsın 6C, bu daha gördünüz. Bir bunun toplanması. Müxtəsər vurma düsturumuz oldu bizim. Gəldik 46-ya. Aha, görürəm hamısında 2 var. 2 var. Burada da 2 vur 2-dir, 2 var. Burada da 2 var. 2-ni aldım, çıxartdım mötərizənin xaricinə. Qaldı x-in kvadratı. Üstə gəlsin 2. Çünki 4, 2 vur 2 deyək, x, y. 2-ni almışam, burada da qaldı y-in kvadratı. Baxıram, bu mənə bu düsturu xatırlatdı. Əgər təbii ki, bilirsənsə. 2AB üstə gəlsin b-nin kvadratı. Bunu da yığanda necə yazırdı? 2 x üstə gəlsin y-in kvadratı. Yəni, cəbəndə hazırdır. Gəldik 48-ə. 48-də də buranı, bax, buna A kimi baxacaqsan. Bu A-nın kvadratıdır. Bu da B kimi baxacaqsan. Bu da bizim B-imizdir elə bil ki. A-nın kvadratı, B-nin kvadratı. İndi A-nın kvadratı çıxsın, B-nin kvadratı necə yazırdı? A çıx B, bir də A üstə gəlsin B. Baxa görə A-nın yerində birinci A-nı yazmalıyam. Elədir, baxaq A-nın yerində görürsünüz nə uzunluğunda bir şey oturur. Biz də bu oturulan hər bir şeyi yazacağım. A üstə gəlib B çıx C. A-nın yerində bu oturur. İndi burada B-nin yerində. Qabağında mənfidir, B də budur da bizdə. B-nin yerində oturduğuna görə bunları yazacağam, amma qabağında mənfi olduğuna görə hər birinin əksini yazacağam. Olacaq çıx A, çıx B, çıx C. Bu bir dənə. A çıx B-nin yerinə bu ifadənin yerinə yazmış olduk. Gəldik A üstə gəlsin B-nin yerində. İndi yenə A-nın yerinə baxıram, görürəm A üstə gəl B, çıx C oturur. A üstə gəlib B, çıx C-ni yazdım. B-nin yerində də burada baxıram, bu bizim B-imiz idi. A üstəcə toplama olduğuna görə qabaqda heç bir problem yoxdur. Hər bir şey də olduğu kimi yazılacaq. Gəldik aşağıya. Aşağı müxtəsər vurma düsturunun özüdür. Yəni, yıxsam bunu A üstə gəlsin B-nin kvadratı. Sadəcə biz 2AB-ni ortada yazırdıq, bu kənarda yazıb. Toplanan elə bir işarəsi çantasıdır. Götürüb keçib arxaya heç bir problem yox. Gəldik yuxarıya baxırıq. Yuxarıda B mənfi B müsbət getdi. A müsbət A mənfi getdi. Nə qaldı? Mənfi 2C qaldı. Bu hissədir. Burada C-lər getdilər. Nə qaldı? 2 dənə A qaldı. Burada vurma. Üstə gəlsin 2 dənə də B qaldı. Aşağı ilə hələ ki işim yoxdur. Baxın, burada hər ikisində 2 var. Neyniyim bu 2-ni? Hər ikisində 2 olduğuna görə mən bu 2-ni alacağam. Çıxardacağım mötərizənin xaricinə. Aşağıda da nə var? A plus B-nin kvadratı. Bu kvadratla bu gedəcək. 2 dənə deyək bundan. Bir dənəsi gedəcək, bir dənəsi qalacaq. 2-ni 2-yə vuralım, mənfi 4. Yuxarıda olacaq. Mənfi 4C. Gördünüz mü? Aşağıda da A plus B. Yəni hazırdır. Gəldik 48 bitdi 50-yə. Yenə də kub düsturuna görə yazacağıq. Kub düsturuna görə bunu açsam yuxarıda. Yenə kubları görmürdük. Kubları görmürdük. Yazacağım. 12,5 çıxılsın 0,8.
Aşağıda davamını yazıram. 12,5'in kvadratı üstə gəlsin 12,5 vurulsun 0,8'e. Üstə gəlsin 0,8'in kvadratı. Əgər bunlar bilmirsənsə, mən hardan gətirdim, bunları yazdım. Onda müxtəsəri yaxşı öyrənməmsən, aç qoy qabağa və təkrar yaz. Yəni 20 dəfə yazmağın deməli qane eləməyibsən. 25, 12,5'in kvadratı bu verdiyidir. 0,8'in kvadratı. İndi 12,5'den 0,8 çıxanda eləyəcək 11,7. 11,7'lər getdi. Yəni nə qaldı burada? Burada qaldı 12,5'in kvadratı. Üstə gəlsin 12,5 vur 0,8'e. Üstə gəlsin 0,8'in kvadratı çıxılsın 12,5'in. Yəni kvadratı çıxılsın 0,8'in kvadratı. Mənfi müsbət getdilər. Mənfi müsbət getdilər. Qaldı 12,5'i vuracağım. 0,8'i 125'i 8'e vuranda 1000 eləyir. Vergüldən sonra 2 dənə ədəd gedəcək. Ona görə cavab eləyəcək 10. Gəldik 52'ye. 52'də müxtəsər vurma düsturuna görə yenə açacağım. Üçləri saymayacağım. Bunun bir dənə qısa yolu var, onu da deyəcəm sizə. Əvvəl uzun yoldan yazın. 45 üstə gəlinsin 15. Sonra davamında 45'in kvadratı çıxılsın 45 vurulsun 15. Üstə gəlinsin 15'in kvadratı. Böyle tərzdə bağlandı. Aşağıda nə var? 20. Burada da olacaq 3 vur 45 vur 15. 45'in üstünə 15 gələndə eləyir 60. 60 ilə 20 gedir, bu qaldı 3. Bax, fikir ver, burada da 3 var, burada da 3 var. Mən bu 3'ü alacağım, mötərizə xaricinə çıxardacağım. Və nə qalacaq? 45'in kvadratı çıxılsın 45 vur 15. Üstə gəlsin 15'in kvadratı. Və 3'ü almışam axı buradan. Buradan da qalsın. Çıxılsın 45 vur 15. İndi davamında. Bunları, bax, 3 ilə yenə işim yox. 45'in kvadratı. 2 dənə 45 vur 15 var axı. Ona görə bunu belə yazacağım. 2 vurulsun 45 vur 15. Üstə gəlinsin 15'in kvadratı. 3 ilə yenə işim yoxdur. Bu da müxtəsər vurma düsturunu xatırlatdı mənə. A-nın kvadratı çıxılsın 2AB üstə gəl B-nin kvadratı. Yəni cavab nə olacaq qısa şəkildə? 45 çıx 15'in kvadratı. 45'dən də 15 çıxanda 30. 3 vurulsun 30'un kvadratı. Yəni 3'ü vuracağım 900'ə D bəndə hazırdır. Bax, bunun bir dənə elə bax 54 10 kimidir. Bunu bu qədər uzun yazmayacağım. Bunu biraz qısaldırmış formasını. Yəni belə deyim də düstur kimi bir şeydir bu da. Qısa şəkildə hər dəfə də olur. Bax, burada görürsünüz 2 var. Bununla da bunu toplayanda 100 eləyəcək və 50 ilə gedəcək. Burada da 2 yaranacaq istər-istəməz. Görə bilirsiniz necə. Bax, bu 2 çıxır mötərizə xaricinə, əgər burada olan varsa. Və nə olur burada? Əgər burada çıxma varsa, aralarında çıxma olacaq. Nələrin? 63 ilə 37-nin. 63 çıx 37. Burada da görürsünüz də eyni ədədlərdir. Bax, qaydasına görə. O birisində də eyni hadisə baş verdi. Əgər gördünüzsə, qısa şəkildə istərsiniz, elə yazarsınız. 2 ilə işim yoxdur. 63-dən 37-ni çıxanda neçə eləyəcək? 6, 1, ya borc almışam bir dənə. 5-dən 26. 2-ni vuracağım 26'nın kvadratına. Yəni kvadratı unutma. 26'nı 26'ya vuranda eləyəcək 676 eləyir, səhv eləmirəmsə. Yoxlayım bir dənə. 676. Onu da vuracağım 2'yə. Eləyəcək 1352. 1352. Yəni abunə. Haydi bunu bir dənə qısa yolla yazayım. Biraz uzun oldu məsələn. Biraz silin bunlar. Bunu bir dənə qısa yolla yazın. Baxın, görəcəksiniz eyni cavab alınır.
Buradan 1352. Hə, burada 2 getdi. Qoy bunu göstəreyim burada. Gəldim. Bax, bunu da qısa yolla yazacağım sizin üçün. Nə olacaq burada? Bu 3 çıxacaq çölə. Qabağında 3 olduğuna görə. Bura baxıram. Bax, bu işarə. 45-dən 15-i çıxacağım. Və də kvadrat atacağım. Bax, burada görürsünüz eyni şeylərdir. 20-dir, 45-dir, 15 yanında 60. Gedir 3 qalır. Hə, işim deməli doğru gedir. 3 ilə işim yoxdur. 45-dən 15 çıxanda elədi 30 və kvadrat. Yenə də 2700 hazır. Bu da bizim qısa yolumuz. Gəldik 56-ya. Görürük burada nə var? Deməli, yenə müxtəsər düsturudur. A-nın kvadratı var, burada B-nin kvadratı var. Ortada 2AB olmalıdır. Onda deməli, A-m 3x-dir, B-yim 10y-dir. Bir də düsturun ikisi əskiydi burada. Və bunları vurub bir-birinə yazacağıq. 6, 60x-y. Hazırdır. Bax, yenə də deyirəm. 9, 3 x-in kvadratıdır. Yəni, ona görə 100y 10y-in kvadratıdır. Yazdım bunu. Bir də düsturun ikisi əlavə. Vurdum, yaşladım, hazırdır. Gəldik bura. Buna baxırıq. Burada ortada olanı verib. Yəni 2AB olan hissəni verib bizə. İndi buna baxıram. Ortada 2AB olmalıdır, amma 3 yazılıb. Burada nəsə bir şey əskiydi. Deməli, 2AB almalıyam axı burada. Görək 2AB-ni almaq üçün bizdən nə çatışmır? 3AB yazılıb. Deməli, bu biri tərəfdə olmalıdır ki, 3 vurulsun. Düsturun ikisi vurulsun. O bir dənə hələ bunu yazmayayım. Düsturun ikisini yazdım. Görün, burada nə yiyəndə ki, burada 3 alınacaq? 16 nəyin kvadratıdır? 4də 1. 4də 1. AB ilə də işim yoxdur. Bax. Mən burada elə bir ədəd yazmalıyam ki, ixtisar gedəndən sonra 3 qalmalıdır. Deməli, mən burada 6 yazmalıyam. Niyə? 6 ilə 4 gedəcək 2 dəfə, 3 dəfə. 2 ilə də 2 gedəcək, 3 qalacaq. Ona görə də burada deməli 6-nın kvadratı olmalıdır 36A kvadrat. Hazır. Bir dəfə də deyirəm. Bax, düsturun qaydasını yazmalıyam bura. Bir dəfə də izah verirəm. Bax. Düstura görə mən 2 yazmalıyam bura. Düsturun öz ikisi var axı. O 2-ni yazmalıyam. Sonra 16-da 1 nəyin kvadratıdır? 4də 1-in kvadratıdır. Yazdım bura. Hərf özü ilə işim yoxdur. AB olacaq. Bax, mənim buraya bax, mən bunu elə bir hala gətirməliyəm ki, burada AB 3 AB. Çünki burada 3 AB verir axı. 3 AB olmalıdır. Ona görə düşünürəm, burada nə edirəm? Bax, 2 ilə 4 getdi 2 dəfə. Mən onda burada 6 yazım ki, 6 ilə bu 2 də getsin ki, burada 3 qalsın. Alındı. Deməli, mən burada 6 yazmalıyam. Burada 6-nın kvadratı olmalıdır. 6A-nın kvadratı. 6A-nın kvadratı da nə edir? 36 y-bərabər. Gəldik 60-a. Baxaq, birinci qruplaşdırmamıza baxıram. Burada həm 2 var, həm x var, həm də y var. Bu 2 dənədir. Ona görə də mən 2, x-i və y-i çıxartdım mötərizanın xaricinə. 2-ni almışam, x-dən 2 dənə idi, bir dənəsi qaldı, y-i də almışam. Gəldik bu biri tərəfə, 2-ni almışam, x-i almışam, y-dən 2 dənə idi, bir dənə qaldı. Gəldik bu biri tərəfdə. Mənfini aldığıma görə burada nə qaldı? X çıx y qaldı. Fikir verdinizsə, hər ikisində x çıxılsın y var. X çıxılsın y-i çıxardıram mötərizə xaricinə, bunlar çıxdılar. Burada qaldı 2xy, x unutdum. X, y çıxılsın. Yeri boş qala bilməz. Ona görə 1. Cavab nə oldu? B bəndi olmuş oldu. Gəldik 62-yə. Yuxarıya fikir verdinizsə, müxtəsər vurma düsturudur. A çıx B-nin kvadratı. Yəni, düsturu yazarsınızsa, kim ki təkrar yazıbsa bilir. 2A B üstə gəlsin B-nin kvadratının yığılmış forması açıq B-nin kvadratıdır. İndi yuxarıda nə yazacağam? 20 çıxılsın 16-nın kvadratı. Aşağı da A kvadratı, bax. Aşağı da bu düsturdur. A çıx B-nin kvadratının düsturudur. A çıx B. Bir də A üstə gəl 5 şəklində yazacağım. Gəldik onda. 12-dən çıxacağım bir dəfə 8-i. Bir dəfə də 12-nin üstünə gələcəyəm 8. 20-dən 16 çıxanda elədi 4-ün kvadratı. Yəni 4 elədi, 4-ün üstündə də 2-ni unutmadı. 12-dən 8 çıxanda elədi 4, 12-nin üstünə 8 gələndə elədi 20.
4'ün kvadratı ilə 4 getdi. Çünki burada 2 dənə 4 var. Biri getdi, biri qaldı. 4 ilə də 20 getdi 5 dəfə, bu da 1 dəfə. Cavab elədi 5-də 1. Yəni Y bəndi 2,2. Gəldik 64-ə. 64'te bakın fikir verin. Kvadratlar arasında çıxma varsa A kvadratı çıx, B kvadratı yadıma düşdü. Yəni 74'ten bir dəfə 14'ü çıxacağam. Bir dəfə də 74'ün üstünə 14'ü gələcəyəm. Üstə gələnsin 60 vurulsun 12. 74'ten 14 çıxanda eləyir 60. 74'ün üstünə 14 gələndə eləyir 88. Üstə gəlsin 60 vurulsun 12 ilə işim yoxdur. Fikir verdinizsə yenə burada 60'lar var. Ortaq olanı yenə mötərizə xaricinə çıxardıram. 88 üstə gəlsin 12 olmuş olacaq. Bu da eləyəcək 100. 60'ı da 100'ə vuranda bağışlayın, çox bir dənə 0 çox oldu. Bu yoxdur burada. 60'ı da 100'ə vuranda elədi 64'də C bəlli. İndi gəlirik 66'ya baxın. 66'da biraz Wiyet teoremin keçəndən sonra sizin üçün danışmağım daha faydalı olardı, amma verməyiblər. Bunu ancaq variantla seçə bilərsiniz. Bax, içini, bax, burada olan, bunların vurulmasından yaranmalıdır. İçini 3'ə vuranda mənfi 3'ə vurur, mənfi 6 eləməlidir. Burada mənfi 3 də olmadı. Mənfi 3'ü 1'ə vuranda ola bilər, yəni bu ola bilər, hələ bilmirəm. Vursam, bax, mənfini mənfiyə vuranda müsbət 3 eləməlidir, amma burada mənfi 3'dür, olmaz. Bir də mənfi 3'ü vursam bu da ola bilər. Bir də bu ola bilər. İndi hansılar ola bilərlərə baxırıq. Bunu neynəyək? Vurub açacağım. Bax, 2x'e vursam, bax, bir də qabaqdakılarını yoxlayıram da bunların içindən. Bax, 2x'e vursam 4x'in kvadratı. 2x'i x'e vuracağım, amma 2x'in kvadratı olacaq. Bu da eləndi. Qaldı bunların ikisi. Bunların ikisindən vurub açaraq tapacağıq. Görək hansı doğrudur. İkisi də eyni variantdır deyə. Təbii ki, ikisi də doğru çıxacaq. 66'da B bəndidir deyə ikisi də eyni şeydir. Bu şəkildə yoxlaya biləcəksiniz. Gəldik bura. 68'ə baxırıq. 68'də ifadənin ən kiçik qiyməti qaydası bunda tətbiq edəcək. Baxın, x'in kvadratı, burada 12'dir yaxı, 12'ni 2'yə böləcək. Eləyəcək 6. Qabağında çıxmadı deyə çıxma atdım. 6'nın kvadratı və bura 6 kvadratı attığıma görə burada atacağım. Gəldi buna baxıram y-lə olan hissəyə. Üstə gəlinsin. 8'i 2'yə böləcəyəm. Eləyəcək 4. Burada 4 atacağım və kvadratı burada 4'ün kvadratını atırdı. Üstə gəlsin 52 ilə işim yoxdur. Bərabərdir 0. Bunlarla yenə işim yoxdur. İkisini çıxılsın 6'nın kvadratı. Burada da üstə gəlsin. Bu 36 eləyir. Göndərəcəyim o tərəfə. Bu da 16 eləyir. Bunlarla işim yoxdur. Bu elədir, bax. Bu elədir 36. Mənfi təbii ki. Bu elədir mənfi 16. Toplasam bunları eləyəcək mənfi 52. Üstə gəlsin 52, bərabərdir 0. 52'lər getdi. Deməli, buradan belə bir nəticəyə gəldi. X çıxılsın 6'nın kvadratı. Üstə gəlsin Y çıxılsın 4'ün kvadratı 0'a bərabərdir. Bunlar da nə vaxt 0'a bərabər olur? Özləri olmalıdır 0. Yəni, görə bu mənfi 2 olsun, bu müsbət 2 olsun, heç vaxt kvadrat müsbət verir axı həmişə. Ona görə də ancaq özlərinin ayrı-ayrı 0'a bərabər elə. Y də bərabərdir 4'ə. Məndən nə istəyir? Bunların hasili. 6'nı vur 4'ə 24 B bəndi. Gəldik 70'ə. 70 üçün sizə xüsusi düstur yazdırmışdım. Xüsusi düstur yazdırmışdım. Düsturu əlavə müxtəsər vurma düsturunu bilirsənsə, heç bir problem yoxdur, yazacaqsın. Əlavə müxtəsər vurma düsturumuzda necə idi? Təkrar eləyim bir dəfə də. Məsələn, bizə verib A-nın kvadratı üstə gəlsin B-nin kvadratını deyirsə bizə biraz yuxarıdan yazın bunu. Qoy. Çalışma, yazdığım misalın anlamız. Deməli, əlavə müxtəsər vurma düsturumuz belə idi. Əgər məndən A-nın kvadratı üstə gəlsin B-nin kvadratını istəyir və mənə açıq B-ni veribsə, kvadrat atırdı bura. Burada çıxma mənfi 2, bura üstə gəlsin 2AB yazırdı. Çünki getsinlər, bu qalsın.
İndi bu düsturu burada tətbiq eləyəcəm də. Məndən nə istəyir? A-nın kvadratı üstə gəlsin B-nin kvadratı bərabərdir. A çıx B-ni bilirəm artıq 7-dir. Yəni 7-nin kvadratından 7-nin kvadratının üstünə gələcəm 2 vurulsun 3-ü. 49 üstə 6-nı gələcəyəm. Yəni gördünüz müxtəsəri bildiyimə görə daha tez həll eləmiş oldum. Y bəndi. Əgər çıxma versəydi mənə, burada, bağışlayın, üstəgəlmə versəydi, üstəgəlmə düsturu da belədir. A kvadratı üstə gəlsin B kvadratı, A üstə gəlib B yazacaqdım kvadratı, burada çıxılsın 2AB yazacaqdım. Bunlar bizə vacibdirlər, hökmən dəftərlərimizdə gərək qeyd edək. Gəldi 72 bayaq eynən o formadadır. Sadəcə burada ən kiçik qiymətini soruşur. Yenə buna baxacağam. Bax, bunu götürəcəyəm. Böləcəyəm onu 2-yə. Niyə 2-yə? Müxtəsərdə 2 var deyə. Yazdım kvadratı öz başına bura mənfi 25 5 yazdığıma görə mənfi 25-in kvadratını da atmalıydım. Üstə gəlsin y. Yenə burada fikir verdinizsə 12-dir. 12-ni 2-yə bölürəm 6-nın kvadratı. Yəni mən bura 36 da atmalıyım. Üstə gəlsin bura bir də mən üçün 62 yazıb mən də yazdım. Deməli, sonra gəldik davamında. Bunlarla işim yoxdur. Ən kiçik qiyməti deyəndə əslində heç bunlara baxmırıq. Bu elədi mənfi 25. Bu da 36. Bu 36-nı bildiyinizdə niyə yazdım? Bu 6-nın kvadratını atdım. Mənfi 25, mənfi 36 toplasam eləyəcək. Mənfi 61. Hələ ki yazacağım onu o yanda. Y çıxılsın 6 kvadratı. Bu elədi mənfi 61. Üstə gəlsin 62. Biz bunlara ən kiçik və ən böyük qiyməti deyəndə baxmırdıq, buna baxırdıq. Müxtəlif şarəlidir, çıxılacaqlar, cavab eləyəcək. A bəndi 1. Gəldi 74-cü çalışma. Burada gördüyünüz kimi üzərində kvadrat var. Burada kvadrat varsa biz də bunları mötərizəyə alıb üstünə kvadrat atacağıq. Niyə? Çünki burada eşit. Müxtəsərə görə açıram. A-nın kvadratı çıxılsın 2A A-nın yerində oturub. B-nin yerində A böl və 1 böl A oturub. Üstə gəlinsin 1 böl A-nın kvadrat. Bərabərdir nəyə? 7-nin kvadrat atmışam, bax, gərək bu yana da at. Bərabərdir 49-a. A-lar getdilər. Nə qaldı burada? 2. A-nın kvadratı üstə gəlsin 1 bölünsün A-nın kvadratı. Sərbəst ədəddir axı. Mənfidir. Keçirtdən bu yana nə oldu? Müsbət 2. 49-un üstünü 2-ni gələndə elədi 51. Hətta məndən belə bunu soruşmurdu. A-nın kvadratı üstə gəlsin 1 bölsən. Gördüm kvadrat idi deyə mən də kvadrat atdım. Cavab B bəndi hazırdır. Gəlir bunda 76-da mənə deyir ifadəsinin ən böyük qiyməti. Niyə böyükdür? Çünki gördüyünüz kimi modulun qabağında mənfi var. Ona görə cavab elə özüdür. Müsbət 2 Y bəndi. Sonra gəldi 79-a. İfadəsinin ən kiçik qiymətini tapın. Bax, burada bir dənə bir şey var. Burada çıxma olduğuna görə bu özü 0 olur. Bax, burada isə gördüyünüz kimi üstəgəlmə olanda burada kvadrat mane olur. Burada 5 y-in kvadratı bu 0 olur. Nə oldu? Bu 0-a getdi. 0-ın kvadratı elədi 0. Yazmıram. Bu y-in kvadratı. Burada çıxma olduğuna görə bu bütöv getdi. Toplama olanda isə yalnız y-in kvadratı gedir. Getdi burada oldu 3-ün kvadratı. 9 üstə gəlsin 4 elədi 13 deməndi. Gəldik. Bunu da əlavə müxtəsər vurma düsturundan istifadə edəcəm. Deməli, əlavə müxtəsər vurma düsturu hansıdır? A çıx B-nin kubu düsturumuz var bizim. Gördüyünüz kimi çıxma verəndə soruşanda mənə nə olur? A çıxılsın B-nin kubu üstə gəlinsin 3AB yenə də A çıx B. Bu əlavə müxtəsər düsturlarımız deyil mi? 2 dənə müxtəsər vurma düsturları vardır ki, kublar birləşəndə bu yaranır. İndi gəldik bura. Bax, bu düsturları əzbər bilməyiz. Yenə də deyirəm, dəftərinizdə qeyd eləməyiz çox vacibdir. Gəldik bura. İndi məndən bunu soruşur axı bu. Bunu soruşur. Mən də bunu yazıram. A-nın kubu çıxılsın 1 bölünsün A-nın kubu. Bərabərdir. İndi baxaq. Elə məndən bunu soruşur bu da. A çıx B, yəni bu. Məndə bundan ibarətdir. Bunun yerinə nə yazıb bura? Mənsi 7 yazıb. Yazıram bura. Bax, elə bil ki, belə açım bu müxtəsəri, sonra göstərim sizə. 1 bölünsün A. Çıxılsın, üstə gəlsin 3. A vurulsun B-dir, yəni A vurulsun 1 bölünsün A. Qısa daha yaza bilərdim, amma sizə aydın olsun deyə biraz geniş elədim. 1 bölünsün A. Məndə çünki B-nin yerinə 1 bölünsün A-dır. İndi mən bunun qiymətini bilirəm, bunun üstündə 3 var. Bunun qiymətini bilirəm, özü görür ki, mənə 7 verib. Mən də nə yazacağım? Davamında yazıram.
Yazalım. 7'nin kubu. Üstə gəlinsin. 3 vurulsun. Bunlar getdilər. Hələ burada 1 qaldı. 3 vurulsun 7. 7'nin kubu eləyir 343. Üstünə gəlsin 21. Toplayıram 364. Hazırdır. Beləndi. Yenə də deyirəm, düzdür. Bilirsənsə heç bir problem yoxdur, yazacaqsan. Bilmirsənsə çətin olacaq. Bunu yenə də dimdən tam cəbri ifadələrdə eləmişdik biz. Baxıram, mənə bu lazımdır. Bax, bu lazımdır. Burada 2'yə bölürəm. X çıxılsın 1'in kvadratı və çıxılsın 1'in kvadratını əlavə elə. Bu 4 ilə işim yoxdur. Bu kvadratı. Üstə gəlsin 3. Davamında yenə də x çıxılsın 1 ilə işim yoxdur. Kvadratı ilə. Bu 1 elədir. 1 ilə müxtəlif işarəlidir. Üstə gəlsin 3 olacaq bir. Kvadratı. Üstə gəlsin yenə 3. 3'ün kvadratı elədir 9. 9 üstə 3 gəldi. Bu getdi. Bizə lazım deyil. 3'ün kvadratı 9. 9 üstə 3 gələndə elədi 12. 82 elədi A bəndi. Gəldik 84'ə. 84'də baxa görə nə edəcəyik? 49 ilə 36 bir də 12A. Burada görək nə ilə nəyi qruplaşdırsa biz üçün faydalıdır. Aha, baxaq. 49 ilə işim olmayacaq. 49 yazacağım 7A, bağışlayın, 7B'nin kvadratı kimi. Gəldi bu 36'da mənfini alıb çölə çıxardacağım. Qalacaq 36A çıxılsın 12A üstə gəlinsin 1 kimi. 7B ilə işim yoxdur. Yenə də kvadrat ilə. 36A çıxılsın 13 üstü. Bu mənə hansı düstur? Budanın üstündə 2 var. Hansı düsturu xatırladır? Mənə A'nın kvadratı çıxılsın AB, üstə gəlsin 2AB. Daha doğrusu üstə gəlsin B'nin kvadratı düsturun. Çünki burada A'nın yerində 6 oturub, 6'nı 2'yə vurub 12, bu da 1'dir. Onda mən bunu qısa olaraq necə yaza bilərəm? Mən bunu yazacağım. 6A çıxılsın 1 kvadrat. Sonra digər müxtəsər vurma düsturunu burada tətbiq edəcəm. Bu hansıdır? A'nın kvadratı. Elə bil ki, bir dənə misalın içində 2 müxtəsər vurma düsturu var. A çıx B, bir də A plus B düsturunu tətbiq edəcəm. 7B A'yım elə bil ki, budur. Bundan əvvəl elədik. Mən qabağında mənfi olduğuna görə əkslərini yazacağım. 6 üstə gəlsin 1. 7B B'im budur yenə də. Qabağına toplama atdığıma görə içindəkilər olduğu kimi qalacaq. Hazırdır. Yəni 7B çıxılsın 6A çıx 1, 7B çıxılsın 6A üstə gəlsin 1, yəni cəbəndə hazırdır. Eynisi 86'da da belədir. Bax, x üstü 4'ü görəcəm x'in kvadratının kvadratı kimi. Amma buradan hamısının mənfini alıb çartdım çölə. 25x'in kvadratı çıxılsın idi, üstə gəlsin 10x. Üstə gəlinsin 1. Gəldik davamında. X'in kvadratının kvadratı ilə işim yoxdur. 25 çıxılsın 10x nəyə xatırlatdım? Bu 5x'dir. 5x'in kvadratı. Ona görə bunun yerinə yazacağım. 5x üstə gəlinsin 1'i kvadrat. Müxtəsərdən istifadə edirəm. Yenə də bayaqçı kimi. Bu A'yımdır. Bu da mənim B'yimdir. İndi olacaq A'nın, yəni x'in kvadratı çıxılsın. Qabağına mənfi atdığıma görə hər ikisinin B'nin qabağına bir mənfi oldu. Bir dəfə də x'in kvadratı müsbət atanda hər şey olduğu kimi qalır. Baxa görə nə bəndə oldu? Birində hamısında çıxma, birində hamısında toplama. Yə bəndi. Gəldik 88'ə. İndi kim gedər 2018'i 2018'ə vurar? Kim 2015'i 2021'ə vurar? Ona görə də bu çox çətin yoldur. Ona görə də biz bundan istifadə eləmirik. Bax, bunların ikisinə baxıram. Bunların ikisində 2018 kimi düşünməliyəm. 2018'dən 3 çıxanda 2018'dən 3'ü çıxacaq. Bir dəfə də 2018'in üstünə 3'ü gələcək. Çıxsam 15, üstünə yazsam 21. Elədir. Ona görə də 2018'in hələ ki çöldə olandan işim yoxdur. Bu da mənfini nəzərə alacaq. Bu da nədir? Açıq B, üstə gəl B. Nə olacaq? Yəni A'nın kvadratı çıx B'nin kvadratından istifadə edim. A'nın nədir? 2018. 2018'in kvadratı qabağında mənfi olduğuna görə əks olur.
3 mənfi idi, olacaqdı 9. Yəni 3-ün kvadratı. Hazırdır, bunlar getdilər, cavab Y bəndi. Gəldik 90-a. 90-da misalı özüm açacağım. Bu açıb beləsinə işim yoxdur. Buna görə birinci A-nın kvadratı. 3-ün kvadratı 9A üstü 4. Sonra bunu buna vururam, üstün ikisinə vururam. Üstə gəlsin. 3-ü 2-yə vurdum. 6, 6-nı da üstün ikisinə vuracağım. 12. A-nın kvadratı B-nin üstündə 4. Sonra 2B üstü 4-ün kvadratı olacaq. Yəni bunun kvadratı yüksəlsəm olacaq 4B üstü 8. İndi baxaq, K-nın yerində nə oturub? 9A üstü 4. M'in yerində nə oturub? 4B üstü 8. Baxaya görə 9A üstü 4, 4B üstü 8 B bəndi hazırdır. Gəldik 92-yə. 92 də vurub açmaqdan ibarətdir. 2A-nın kubunu açaq. Görək nə verəcək. 2 bu müxtəsərə görə. Olacaq 4A-nın kvadratı. Üstə gəlsin. 2-ni 3-ə vurub 6. Düsturun ikisinə vursam 12A. Üstə gəlsin 3-ün kvadratı, yəni B-nin kvadratı. Gəldik burada da. Birinci bunu buna vuracağım. Gəl elə bunun üzərində vurum. A-nı A-ya vursam olacaq 2A-nın kvadratı. 2A-nı 2-yə vursam çıxılsın 4A olacaq. Sonra 1-i A-ya vursam A. 1-i mənfi 2-yə vursam mənfi 2 olacaq. Burada 3-ü də elə bir dəfəlik bunlara vurmalıyam. Gəl bunu yığışdırım bir dəfəlik. Ya da yığışdırmadan yer. Bax, mənfi 4A, müsbət 4A. Bunun yerinə elə bir ki, düşünün ki, mən yazacağım mənfi 3A. Yəni, bunların ikisinin yerinə mənfi 3A kimi düşünəcəm. İndi 3-ü vursam 2A-ya, mənfidir, yaxın, mənfi 6A-nın kvadratı. 3-ü vuracaq mənfi 3-ə, ikisi də mənfidir, olacaq müsbət 9. Eviyyəsi qonaq deyirdik bunlara, görüşürlər bir dəmrəni. 3-ü vuracaq burada çöldəki, bunun içindəki mənfi 2, ikisi də mənfidir, üstə gəlsin 6. Gəldi, bunu da müxtəsərə görə açıram. Üstə gəlinsin qabağında, ona görə heç bir problem yoxdur. A-nın kvadratı çıxılsın 2A, üstə gəlsin 1. 4A-nın kvadratı, mənfi 6A-nın kvadratı və A-nın kvadratı. Bax, 4-dən 6 çıxanda mənfi 2, bu müsbətdə olacaq mənfi A-nın kvadratı. 12A, 9A toplasam, eləyəcək 21. 21-dən də bu 2-ni çıxsam, eləyəcək 19A. Sonra ədədlərə baxıram. 6-nın üstünə 9-un üstünə 6 gələcəyəm. 15 üstə 1, 16. Gördüyünüz kimi, Y bəndi hazırdır. İndi 94-də. 94-də isə belə bir iş görməyəcəm. Baxın, bu mənim A-yımdır yenə də. Bax, bunu biraz qısaldır. Bu A-dır. Bu mənim B-yimdir. Ondan daha asandır. O cür də təbii ki, olar. Belə daha eyni görürsünüz, eyni ədədlər olanda bu cür olur. A-nın kvadratı üstə çıxılsın 2AB, üstə yazın B-nin kvadratı. Bunu necə yazırıq qısa olaraq? A çıx B yazırdı. İndi A-nın yerinə nə oturub? 1 çıx A. B-nin yerində nə oturub? A üstə gəl 2. Ona görə qabağında mənfi olduğuna görə hər ikisinin əksini yazdım. Kvadrat. Yığışdırım. Mənfi A, 2A. Müxtəlif şərədə mənfi 1 oldu burada. Bunu da müxtəsərə görə açsam, kvadrat olduğuna görə hər ikisinin əksini yaza bilərəm. Yəni, bu şəkildə yazmaq olar. Əksini yazdım, çünki kvadrat mənfini unutdum. Bunu da müxtəsərə görə açsam, birincinin kvadratı 4A-nın kvadratı, bunu buna vurub, üstünün ikisinə vursam 4A və B-nin kvadratı, yəni 1-in hazırdır. B bəndi. 96-ya gəldik. 96-dan vurub açardım. Yox, burada daha yaxşısıdır. Necə? X-in kubu ilə işim yoxdur. 1 üstə gəlsin, 2A-nı verib mənə bu. Mənfi, görsən hər ikisində mənfi var. Aldım, çıxartdım çölə, 1 üstə gəlsin, 2A oldu. Hər ikisində 1 üstə gəlsin, 2A olduğuna görə rahat şəkildə çölə çıxarda bilirəm. Nə qaldı burada? X-in kubu çıxılsın. Çıxılsını yazdım, bu çıxılsın. Amma bura boş qaldı, ona görə 1 yazdım. Və bu da mənə 1-in kubu kimi görsə müxtəsəri xatırladır. 1 üstə gəlsin 2A. Görək hökmən axıra qədər, ixtisar kimidir, görək axıra qədər açasın. X-in kubu çıxılsın 1-də yazıram. X çıxılsın 1, kubları görmədim. Və X-in kvadratı üstə gəlsin 1-i X-ə vururum. X üstə gəlsin 1. Müxtəsəri hökməndir, görək görə biləsiniz. Gəldi, bu da nə bəndi olmuş oldu? Səhv eləmirəmsə C bəndi olacaq. Gəldi 98-ə. Burada da eynən belədir. X-in kubu gördünüz, var burada. Buradan yenə mənfini alsam, ondan, üzürlüsən, getdi bu, yazdım. Aha.
Yenə də burada x-in kubunu aldım bundan. Qaldı burada a açıq 2b. Mənfini aldığıma görə burada olacaq 8, 16, 8-i çıxartdım mötərizə xaricinə. Qaldı a üst çıxılsın 2b. Çünki mənfini almışam axı. Hər ikisində a çıxılsın 2b var. Çıxartdım mötərizə xaricinə. X-in kubu çıx 8. 8 yazmıram, 2-nin kubu yazıram ki, yenə müxtəsər vurmanı görə bilim burada. 3-ləri görmürdüm. X çıxılsın 2, x-in kvadratı, bunu buna vururam. Üstə gəlsin 4x, üstə gəlsin 4. Hazırdır. Yəni, nə bəndə olmuş oldu, gördüyünüz kimi də bəndə hazırdır. Gəldi 101-ə. Görək 101-də neyini? Bax, bunu kub kimi görəcəm. Görüm hələ bunu açsam faydalıdır, yoxsa ki, belə yazsam faydalıdır. Gəl bunu açaq. 1-in kubu kimi görsəm. Olacaq 1 çıxılsın. Çıxmadı yaxı qabağına mənfi atdım. Ona görə bunun içindəkilərin boş formasını yazdım. Sonra bu bizim elə bir ki beyimizdir. 1-in kubu kvadratı elə 1 eləyir. Sonra bunları bir-birinə vuranda elə bir ki açıq 2-yə vuracam. 1-i açıq 2-yə vursam elə üstə gəlsin olur qabağında açıq 2. Və üstə gəlsin a üstə çıxılsın 2-nin kvadratı. Yenə də bu düsturdan istifadə elədim. A-nın kubu çıx B-nin kubunun. Necə idi bu? A açıq B yazdım, o da buradadır. Bir də A-nın kvadratı üstə gəl A, B üstə gəlsin B-nin kvadratı düsturundan istifadə elədim. İndi yığışdırma qaldı. Mənfi olduğuna görə burada 3 çıxılsın A. Yəni A mənfidir, verdim arxada qaldı. Gəldi bunu açsam, bunu bir dəfəlik burada açım yazım, çıxılsın. Düsturun ikisinə vuracağım. 4A üstə gəlsin 4. Yığışdırsam A-nın kvadratının oxşarı yoxdur qaldı. 4A müsbət mənfi, bağışlayın, mənfi bu müsbətdir. Ona görə mənfi 3 olacaq. Sonra gəldik ədədlərə. Mənfi 2, müsbət 1, müsbət 4. Ən yaxşı müsbətləri toplayın. 4 üstə 1 gələndə 5, 5-dən də 2 çıxanda elədi 3. Deməli, baxaq görə mənfi 3 A harda oldu? İşarə səhvinə yol verdim deyəsən. Yol verməmişəm. 2, 4A oldu burada. Hesablama səhvinə baxıram. Bir dəfə də 100-də. Görək hələ burada hesablamada nədir? 2-ni yazdı, 2-ni 4. Belə olacaq. Deyəsən, variant yoxdur. Ola bilsin, səhv elədim, siz mənə deyərsiniz. Gəldi 102-yə. Bax, çox itirmək istəmədim. Burada görürsünüz ki, vuruqlar doğru deyil. Neyniyim onda? Təzdən özüm vurub açacağım. A-nın kvadratı B. Üstə gəlsin A-nın kvadratı. Çıxılsın. B, A, B-nin kvadratı. Çıxılsın B-nin kvadratı. Baxa görə burada nə ilə nəyi qruplaşdırmalıdır? Aha, mən düşünürəm ki, bununla bunu qruplaşdırmağım daha faydalıdır. Niyə? Müxtəsəri gördüm burada, çünki bunların arasında. Onda müxtəsəri gördümsə açıq B, A plus B yazacaq. Gəldik, bununla da bunu qruplaşdırmağımı düşünürəm faydalıdır. Dəqiqə, hə, çıxılsın, yox, üstə gəlmə atacağım qabağına, çünki birinci bunun qabağında mötərizədir olacaq, bunun qabağında onsuz müsbətdir. Ona görə də, bax, belə getdik. Deməli, üstə gəlmə atacağım. Bax, bu ikisini qruplaşdıranda da bununla. Bunun hər ikisində A da var, B də var. Ona görə AB çıxdı mötərizə xaricinə. AB çıxdı, burada A qaldı. Çıxılsın, buna baxıram, B qaldı. İndi fikir verdinizsə, hər ikisində nə var? Açıq B alındı. Çünki ortaq məxrəcə çıxartmaq üçün hər ikisində eyni şey olmalıdır. Nə qaldı burada? A plus B. Bu biri tərəfdə nə qaldı? AB. Hazırdır. A açıq B, A plus B oldu B bəndi. Gəldi 104-ə. Baxın, 104 müxtəsər vurma düsturunun özüdür. Buna baxmıram, üstündə 3 gör. Olacaq 8A-nın kubu çıx 1. Həmin şeyin üstə gəlməsidir. Bunu görmürəm, üstündə düsturu bilirsənsə, bunları görə biləcəksən. 8A-nın kubu üstə gəlsin 1. Çünki o düsturdur. Birlər getdilər. 8A-nın kubunun üstünə 8A-nın kubun gələndə deməli 9A-nın kubu olmuş olacaq. Gəldik bunlara. Burada vuruqları ayırmaqda nə edəcək? Bax, bunları müxtəsərlə getmək olur. Nəyə vuranda mənfi 2 eləyir.
X çıxılsın 2y, bir də x üstə gəlsin y. Vurub alanda olacaq. Vuranda -2, toplayanda da bunları, bununla bunu toplayanda da mənə elə bir x, y düşəcək, -1'i versin deyə. Ona görə də D bəndi hazır olur. Burada ancaq vurub yoxlaya bilərsiniz. Çünki mən viyyəti keçməmişəm sizə deyə. Ona görə vurublar. Ya da belə göstərim də sizə. Nəyə vuranda 14 eləyir? Toplayanda -15 eləsin. Təbii ki, -14 nə? -1'i. Vuranda müsbət 14, toplayanda -15 eləyir. Onda nə deyəcəyim? Onda deyəcəyim x sadəcə 10 y atacağım. Y atacağım onun yanına. Bir dəfə də x çıxılsın y. Sadəcə bunu atacağım. Və bəndə hazırdır. Bax, indi 60'da, 108'də də belə eləyəcəm. Nəyi nəyə vuranda -40 eləyir, toplayanda müsbət 6 eləsin. Nəyə nəyə vuranda -40 eləyir? Məsələn, deyərəm, 8 ilə 5 deyə bilmərəm, biri mənfi, biri müsbət, alınmayacaq. 4 ilə biri mənfi, biri müsbət. Bax, 10 ilə 4. 10 ilə -4'dür, bax. Vuranda -40 elədi, toplayanda da müsbət 6'nı verdi. Onda yazacağım x üstə gəlsin 10y, x çıxılsın 4y. Hazır oldu deməndə. Gəldi 110'a. 110'da necə eləyəcək? Burada əlavə bir dənə bir şey yazmalıyam. B üstü 4 üstə gəlsin 2b'nin kvadratını əlavə edəcəm. 2 ilə eləməliyim, çünki müxtəsər yaransın deyə. Üstə gəlsin 1. Öz başına yazdığıma görə bunu çıxılsın ki, bu yarana bilsin. Bax, bu bizə müxtəsər vurmanı xatırladır. Müxtəsər hansı bunu? B-nin kvadratı üstə gəlsin 1'in kvadratı. Çıxılsın B-nin kvadratı. Bir səfər buna A kimi baxacağım. Bu da elə B-nin kvadratı kimi. A kimi baxsam bu olacaq. B-nin kvadratı üstə gəlsin 1, çıx B. Bir dəfə də B-nin kvadratı üstə gəlsin 1, üstə gəlsin B. Sonra cavab hazır olacaq burada. Görək hansında olacaq. Çıx B buradadır. B bəndi. Görüm hələ digərlərini saxlayıram. Özünüz yazarsınız ya da olmasa mən izah verəcəm sizə.